Salam əziz şagirdlər. Bu video Hilal kurslarının təşkil etdiyi MC2 sınaq imtahanının tarix bölməsi üzrə sualların doğru cavabları və izahlarına həsr olunub. Sual izah edəcək ki, həm biliklərinizi möhkəmləndirəsiniz, həm də növbəti imtahanlara daha hazırlıqlı olasınız. Gəlin birlikdə öyrənək və nəticələrimizi daha da gücləndirək. 76 saylı sualdan başlayırıq. Sacoğluları dövlətinin fərqli olaraq Albaniya dövləti orta əsrlərdə mövcud olmuşdumu? Xeyr, bu fərq deyil, bu oxşarlıqdır. Şirvanşahlar dövləti Qara Yusifin hakimiyyətini qəbul etmişdimi fərqli olaraq? Bəli. 3. Qaraqoyunlu dövləti Azərbaycanın cənub torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdimi? Bu da fərq deyil, çünki Sacoğlular da eyni şey eləyib, bizdən fərq istəyir. Eldəncilər dövləti Arazdan şimaldakı torpaqlarda yaranmışdımı? Bəli, çünki Sacoğlular cənubda yaranıb, Eldəncilər şimalda yaranıb, bu bir fərqdir. Böyük Səlcuq imperiyası Şirvanşahlar asılı hala salmışdırmı? Sacoğlular da saldığına görə bu da oxşarlıqdır. Deməli, cavab 2-4, Y cavabı doğru cavabdır. Davam edirik. 77-ci sual. Euler-Venn diaqramına uyğun olaraq D-ni müəyyən edin. D fikir verirsinizsə, deməli, Heydər Kavzoğlu'la Babəkin kəsişməsindədir. Yəni, B ilə C-nin kəsişməsindədir. Ona görə də bizdən tələb olunan Babəklə Heydər Kavzoğlu'nun oxşarlığını tapmaqdır. Ərəb xilafətinin ordusuna sərkərdəlik etmək, bu ancaq Heydər Kavzoğlu'na aiddir. Xilafətə qarşı baş verən üsyanlara yatırmaqda xəlifəyə yardım göstərmək, bu Yusif Sacoğlu ilə Heydər Kavzoğlu'na aid, Babəkə aid deyil. Azərbaycanın cənub torpaqlarında uğurlu hərbi əməliyyatlar keçirməsi, bəli, bu artıq hər ikisinə aiddir. Bilirik ki, Babək Azərbaycanda və əsas mərkəzdə cənubda Bəzqalası olmaqla Ərəb xilafətinin bir neçə ordusunu darmadağın etmişdi. Deməli, orada uğurlu əməliyyatlar keçirib. Bəz döyüşündə isə, son olaraq Bəz döyüşündə isə bilirik ki, Heydər Kavzoğlu qalib gəlib. Deməli, o da Azərbaycanda uğurlu hərbi əməliyyat keçirmişdir. Bu hər ikisinə aid oxşarlıq olur. Ərəblərə qarşı 9-cu əsrdə genişlənən xalq azadlıq hərəkatına liderlik etmişdi. Bu ancaq Babəkə aiddir. Xəlifənin qoşunlarına qalib gələrək ərəblərin Azərbaycan hakimiyyətinə ciddi zərbə vurması, bu da yenə ancaq Babəkə aiddir. 78-ci suala baxırıq. Göstərilənlər Azərbaycan üçün nəticəsidir. Ərazisi vahid dövlətin tərkibində birləşdirildi. İqtisadiyyat canlandı, mədəni həyatda irəliləyişlər baş verdi və cavablara baxırıq. Əlbəttə ki, bu Yusif Sacoğlu'nun fəaliyyətlərinə aiddir. Ona görə doğru cavab Y-dir. 79-cu suala baxırıq. 7-ci yüzilliyin əvvəllərində Azərbaycanda bilirsiniz ki, müxtəlif dini inanclar var idi. 7-ci əsrin ortalarında ərəblərin ilk yürüşləri baş verəndən sonra Azərbaycanda İslam dini yayılmağa başlayır və vahid din anlayışı yaranır və ondan sonra artıq əhalinin çoxu İslamı qəbul edir. Ona görə də hələlik ki, 7-ci əsrin əvvəllərində Azərbaycanda müxtəlif dini inanclar varsa, deməli, insanlar da müxtəlif dini mərasimlər həyata keçirir. Doğru cavab burada B olur. Davam edirik. 80 sayılı sual. Deməli, uyğunluğu müəyyən edin. Doğru sütunun altında doğruları, yanlış sütunun altında isə yanlış olanları müəyyən etməliyik. Diqqətli olmaq lazımdır. Deməli, daş dövrü təxminən 1,5 milyon ildən artıq davam etmişdimi? Bəli, bu doğru ifadədir. Ox və kamanın ixtirası ilə ovçuluq meydana gəlibmi? Xeyr. Ovçuluq zaten əvvəlcədən var. Ox və kaman sonradan ixtira edilib və nəticədə ovçuluq ön plana keçmişdi, yəni inkişaf etmişdi. Bu yanlışdır. Əkinçilik qədim insanların iş məşğuliyyəti ola bilməz. Çünki iş məşğuliyyətlərimiz nə sayılır? Ovçuluq və yığıcılıq. Yanlış hissəsinə baxırıq. İqlim dəyişiklikləri insanların köç səbəblərindən biridirmi? Bu doğrudur. Deməli, bu yanlış deyil. Bunu götürmək olmaz. Daş dövründə insanlar sənətkarlıqla da məşğul olurdumu? Bəli, olurdu. Xış ilk əkin alətidir. Xeyr. Bilirsiniz ki, ilk əkin aləti xışdan əvvəldə toxa var. Ona görə də bu yanlışdır. Onda olur cavab necə olur? 1A, 2C. Bu da D cavabı doğru cavabdır. Davam edirik 81 sayılı sualla. Uyğunluğun gözləndiyi bəndi müəyyən edin. 4 şəhərimiz verilib. Dərbənd, Qəzvin, Ərdəbil, Şamaxı. Bunlardan şimalda olanlar bilirsiniz ki, Dərbəndlə Şamaxıdır. Ərdəbillə Qəzvin cənubda yerləşir. Baxırıq cavablara. A cavabında 1 və 4 Kürd çayla şimalda yerləşirdi. Elə həm Dərbənd, həm də Şamaxı bilirsiniz ki, Kürddən şimalda yerləşir. Ona görə burada doğru cavab A-dır. 82 sayılı suala gəlirik. Sxemə əsasən doğru cavabı müəyyən etmək lazımdır. Burada verilən iki dövlət, Ərəb xilafəti və Böyük Səlcuq dövlətinin birində 9-cu əsrinə, birində də 12-ci əsrinə aid oxşar xüsusiyyət olmalıdır. Və biz bilirik ki, Ərəb xilafəti 9-cu əsrdə zəifləməyə başlayıb və parçalanıb, Böyük Səlcuq dövləti isə 12-ci əsrdə. Deməli, burada cavab Y olacaq. Mərkəzi hakimiyyət zəifləmiş vəziyyətdə idi. 83 sayılı suala gəlirik. Eradan əvvəl 1-ci minillikdə burada cavab A-dır. Azərbaycanın cənub torpaqlarında müxtəlif tayfa ittifaqlarının mövcud olması. Manna dövləti yaranana qədər bilirsiniz ki, tayfa ittifaqları var idi və bunu götürmək lazımdır. Digər cavabları da təhlil eləsək, məsələn, görərik nə qədər yanlış olduqlarını. B. Atropatena hökmdarı Makedoniyalı İskəndərin dövründə Atropatena hələ yoxdur.
Atropat var, amma Atropatena dövləti, ümumiyyətlə Azərbaycanda dövlət yox idi, səhv cümlədir. İranzu bütün Azərbaycanı birləşdirə bilməz, səhv cümlədir. Azərbaycanın cənubunda Atropat Roma ilə, bax Atropat Roma ilə mübarizə apara bilməz, bunu da öyrənmisiniz. Səhvdir. Manna və Aşurdan ibarət ittifaq Urartuya məğlub olaraq dağılmışdı, tamamilə yanlışdı, tam tərsinə qalib gəlmişdi. Beləliklə davam edirik. 84-cü suala gəlirik. Eyni əsrə aiddir. Eyni əsrə aiddir. Deməli, burada cavab Y-dir. Çünki Naxçıvan paytaxt şəhərə çevrilib 1136-dan sonra Eldəniz Arrana hakim təyin ediləndən sonra və Eldəniz də zaten 1136-da Arrana hakim təyin ediləndən sonra Arranı müstəqil idarə etməyə başlayır. Deməli, burada verilmiş hər iki hadisə 12-ci əsrdə baş verib. Ona görə də cavab Y-dir. Digər cavabları da yenə analiz etsək. Böyük Səlcuq imperiyası yaranıb, deməli 11-ci əsrdə, Qızıl Arslan Sultan titulu qəbul edib 12-ci əsrdə. Görürsünüz, fərqlidir. Xürrəmlər hərəkatı yatırılıb 9-cu əsrdə, Ərəb xilafəti süqut edib 13-cü əsrdə. Sacıoğlu dövləti yaranıb 9-cu əsrdə, Səlcuqlar Azərbaycanı fəth edib 11-ci əsrdə. Azərbaycanda ilk vahid dövlət sacilər nəzərdə tutulur. 10-cu əsrdə yaranıb, yəni birləşdirib, Səlcuqların bütün Azərbaycanı tutması yenə 11-ci əsr. Ona görə də burada bir daha deyirik, cavab Y-dir. Hər iki hadisə 12-ci əsrdə baş verib. Davam edirik 85-ci sualla. Siyasi sabitlik iqtisadiyyatın yüksəlişinə səbəb oldu. Ölkədə mədəniyyət inkişaf etdi. Dahil şair Nizami Gəncəvinin yaradıcılığının xeyli hissəsi bu dövlətin dövrünə təsadüf edir. Mətndə bəhs olunan dövlətdən fərqli olaraq, mətndə bəhs olunan dövləti müəyyən etməliyik. Bəli, mətndən anlaşılır ki, xüsusən Nizami Gəncəvini görərkən həmən biz anlamalıyıq ki, söhbət burada Eldənizlər dövlətindən gedir. Deməli, Eldənizlər dövlətinin bəhs olunan dövlətdən fərqli olaraq Sacilər dövlətini istəyir. Deməli, Sacirlərin Eldənizlərdən fərqini tapmalıyıq. Ərəb xilafətinin süqutu nəticəsində yaranmışdı, heç birinə aid deyil. Şirvanşahlar asala salmışdı, hər ikisinə aiddir. Bütün Azərbaycanı birləşdirmişdi, yenə hər ikisinə aiddir. Kürd çayından şimalda yaranmışdı, yenə heç birinə aid deyil. Xilafətə xərac ödəmişdi, bəli, Sacilər xilafətə xərac ödəmişdi bir müddət. Sonra bilirsiniz ki, Yusif Sacıoğlu o vergini, o xəracı dayandırmışdı. Ona görə də cavab burada Y-dir. 86-cı suala gəlirik. Ərəb xilafəti ilə Böyük Səlcuq dövlətinə aid oxşarlıq deyil. Əlbəttə ki, bu o qədər də çətin suala oxşamır. Niyə görə? Çünki burada onun cavabı kifayət qədər asandır. Baxın, burada deyil cavabı əsasının türk tayfaları tərəfindən qoyulması. Əlbəttə ki, Ərəb xilafətini ərəblər yaradıb. Adından da bəllidir dövlətin ki, bu ərəblərin dövlətidir. Səlcuq dövləti isə türklərin dövlətidir. Ona görə də burada cavab deyil, oxşarlıq deyil. Digər ifadələr oxşarlıqdır. Yəni, Cənubi Qafqaz bölgəsinə hərbi yürüş. Azərbaycanın şimal torpaqları Cənubi Qafqaz sayılır. Ona görə də Cənubi Qafqaza hər ikisi yürüş də edib. Şirvanşahlarla eyni dövrdə mövcud olmaq ikisi də olub. Bütün Azərbaycanı ikisi də tutub. Şərq ölkələrini ikisi də yürüş edib. Gəlirik xəritə sualımıza. Xəritədə paytaxt şəhərləri rəqəmlərlə verilmiş dövlətlərin heç birinə aid deyil. Yəni, 2-də Şamaxı, deməli, bu Şirvanşahlardan gedir söhbət. Şirvanşahlardan gedir söhbət. 1-də isə Marağa, deməli, Saciləri nəzərdə tutulur. Deməli, Şirvanşahlar və Sacilərdən heç birinə aid olmamalıdır. 9-cu əsrdə yaranmaq hər ikisinə aiddir. Baharlı ilə müharibə aparmaq Şirvanşahlara aiddir. Tiflisi öz tərkibinə daxil etmək Sacilərə aiddir. Xilafət ordusunu məğlub etmişdi. Sacilər etmişdi, bilirsiniz, Yusif Sacıoğlu öncə məğlub etmişdi, sonra özü də məğlub olmuşdu. Deməli, məğlub edib Sacilər. Qalır burada doğru cavab, bəli, Ərəb xilafətini süquta uğratmaq. Heç biri Ərəb xilafətini təbii ki, süquta uğrada bilməz. Çünki Ərəb xilafəti sonradan süquta uğramışdı. 88-ci suala gəlirik. Qaraqonlu hökmdarı Qara Yusifin fəaliyyətlərinə aid deyil. Hökmdarı deyirsə, deməli, söhbət 1410-cu ildən sonraki hadisələrdən gedir. 1410-1420, yəni onun Qaraqonlu dövlətinin yaratmasından sonraki dövr fəaliyyətlərini nəzərdə tutur. Teymurlara qarşı təbii ki, mübarizə aparıb və ölkədən qovub, elə bir ifadə var kitabda. Elm adamlarını himayə edib, müsəlmanların müqəddəs kitabı Quran-ı Kərimi türk dilinə tərcümə etdirib, türk dilinin inkişafına diqqət yetirib, çoxlu türk dilində kitablar yazdırtdırıb. Əlbəttə ki, burada cavab B-dir, çünki burada aldadıcılıq var. Bütün xristianları vergilərdən yox, xristian kilsələrini vergilərdən azad etmişdi. Bütün xristianları təbii ki, vergidən azad etmək doğru bir ifadə deyil və təbii ki, doğru bir yanaşma da deyil. Çünki dövləti ayaqda saxlayan vergilərdir. Vergilərsiz dövləti idarə etmək qeyri-mümkündür. Cavab burada B-dir. 89-cu suala gəlirik. Doğru və yanlış ifadələrin verildiyi bəndləri müvafiq olaraq müəyyən edin. Doğruları tapaq və yanlışları tapmalıyıq. 15-ci əsrin 30-cu illərində Qara Yusif, 15-ci əsrin 30-cu illərində artıq Qara Yusif yox idi. Çünki o, bilirsiniz ki, 1420-ci ildə vəfat edib, 30-cu illəri görməyib. Deməli, A yanlışdır. Qaraqoyunların Ağqoyunlu bəyliyi ilə münasibətlərini tənzimləyirdi. Canbəyim Xatun bəyliyi dediyinə görə təbii ki, bu da doğrudur. Qaraqoyunlu dövləti qərbdə Osmanlı ilə həmsərhəd idi. Bu da doğrudur. Baharlı sülaləsinin əsası
Qara Yusif tərəfindən qoyulmayıb. Bahar sülalisi daha əvvəlcədən də var idi. Qara Yusif sadəcə dövlətin əsasını qoyub. Bu da yanlışdır. Deməli nə olacaq? 1BC, 2AD olacaq. Cavab, doğru cavab B-dir. 90-cı suala gəlirik. Xəritədə ulduzla verilmiş şəhərin orta əsrlər tarixinə aid olan xüsusiyyətlərini müəyyən edin. Xəritədə Dərbənd verilib. Orta əsrlərə aid xüsusiyyətlərini tapmalıyıq. Şirvanşahların paytaxtı olmamışdı. Səlcuqların yürüşünə məruz qalan ilk Azərbaycan şəhəri deyil. Səlcuqlar Azərbaycana cənubdan gəlib. Ona görə də olmaz. Azərbaycanın önəmli, ən sonda Dərbəndi tabe edib, belə deyək. Azərbaycanın önəmli liman şəhərlərindən idi, bəli, bunu bilməlisiniz. Bakı və Bakı da burada yerləşir, bilirsiniz. Bakı və Dərbənd önəmli liman şəhərlərimiz idi orta əsrlərdə. Və əsası Yusif Sacıoğlu tərəfindən təbii ki, qoyula bilməz. Albaniya dövründən var idi Dərbənd şəhəri. Xilafətin hakimiyyəti altına düşmüşdü. Bəli, bütün şəhərlərimiz olduğu kimi Dərbənd də xilafətin tərkibinə düşüb. 3-5 C cavabı doğru cavabdır. 91 sayılı suala gəlirik. Klasteri tamamlayan cavabı seçin. Burada mövzu, deməli, sual Memar Əcəmi ilə bağlıdır. Birində verilib ki, 12-ci əsrdə hakimiyyət fəaliyyət göstərib. Bilirsiniz ki, Memar Əcəmi 12-ci əsrdə fəaliyyət göstərən mədəniyyət xadimlərimizdən biridir. Və o neyiniyib? Naxçıvan Memarlıq Məktəbinin əsasını qoymuşdu, bəli. Atabəylər dövlətində fəaliyyət göstərmişdi. Şirvanşahlarda ola bilməz, əsasən üzdə yazılıb, əlbəttə ki, olmaz. Bilirik ki, Naxçıvanda əsasən fəaliyyət göstərib, yəni Atabəylərdə fəaliyyət göstərib. Yusif İbn Küseyir türbəsində inşa edib. Qızıl Arslanın yox, məhz Eldənizin göstərişi ilə də Möminə Xatun türbəsini inşa etməyə başlamışdı. Burada da aldadıcılıq var. Ona görə də 1, 2, 4, Y cavabı doğru cavabdır. 92-ci suala gəlirik. Elə də çətin sual deyil, bu da asan sualdır. 15-ci yüzillikdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparmamışdır. Bilirsiniz ki, Qara Yusif mövzusunda yazılıb ki, o dövrdə 15-ci əsrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparırdı. Qaraqoyunlular kimlərlə? Ağqoyunlularla, Şirvanşahlarla, Cəlalilərlə, Teymurilərlə. Dolayısıyla burada görürsünüz, bunların hamısının adı çəkilir, amma Səlcuqların adı çəkilmir. Çünki zaten Səlcuqlular 12-ci əsrdə nə deyir? Zəifliyib və parçalanıb. 15-ci əsrdə artıq onlar mübarizə apara bilməz. Ona görə doğru cavab 7. Gəlirik 93-cü suala. 93 sayılı suala baxırıq. Uyğunluq pozulmuşdur. Yəni səhv cümləni istəyir bizdən. Burada səhv cümlə B-dədir. Belə ki, Qaraqoyunlu bəyliyini Baharlı dövlətinin hökmdarı necə qura bilər? Bu, təbii ki, cümlə tamamən tərsinə yazılıb. Çünki bəylikdən sonra dövlət yaranıb. Dövlət bəyliyi necə yarada bilər? Yəni, dövlət hökmdarı olan Qara Yusif geri dönüş edib bəyliyi yarada bilməz. Bəylik öncə yaranıb və Qaraqoyunlu bəyliyin qurucusunun kim olduğu bizim kitabda yoxdur, amma Qara Yusif olmadığı oradan mövzudan anlaşılır. Daha sonra Qara Yusif bəyliyin başına keçib, o Van ətrafında yaranan, Van gölü ətrafında yaranan torpaqlarda, iki siyasədə yaranan bəylikdən gedir söhbət. Daha sonra Qara Yusif deməli, Azərbaycan uğrunda mübarizəyə başlayır və sonda gəlir, Təbrizə tutur və dövlət yaradır. Dolayısıyla dövlət yaradandan sonra da təzədən bəylik yaratmağın mənası yoxdur. Təbii ki, cümlə tamamən səhv bir cümlədir. Doğru cavab, yəni burada B-dir. Uyğunluq burada pozulub. Digər ifadələrdə təbii ki, doğru ifadələrdir. Bunu oxumağa ehtiyac yoxdur. 94 sayılı sual. Səlcuqlarla Cəlalilərə aid oxşarlıq sayıla bilər. Deməli, Monqol əsilli bilirsiniz ki, Cəlalilərdir, Səlcuqlar türk mənşəlidir. Azərbaycanda dövlət qurmaları bilirsiniz ki, Səlcuqlar Mərkəzi Asiyada dövlət qurub. Cəlalilər Azərbaycanda ola bilər. Eldənizlər dövlətini asılı hala salmaq, Eldənizlər dövlətini Səlcuqlardan asılı hala düşdüyünə dair bir məlumat yoxdur. Cəlalilərdə ümumiyyətlə ola bilməz. Çünki Cəlalilər Eldənizlərdən sonra yaranmış bir, Eldənizlər süqut edəndən çox sonra yaranıb Cəlalilər. Ola bilməz. Qaraqoyunlu dövlətinə qarşı mübarizə aparmaq, Cəlalilər aparıb, Səlcuqlar aparmayıb və hökmdarların sultan titulu daşıması doğru cavab axıra saxladım. Bəli, bilirsiniz ki, Səlcuqlar sultan titulu götürürdü. Məsələn, Arslanşah. Cəlalilərdə də Qara Yusif deyir ki, Cəlali sultanını deyir, əsir etmişdi, qalib gəlmişdi. Orada Cəlali sultanı deyilir. Deməli, Cəlalilər də sultan titulu daşıyırdı. Doğru cavab B-dir. 95 sayılı sual daha əvvəl olmuşdu. İlk mərkəzləşmiş Azərbaycan dövləti, yəni Mannanı nəzərdə tutur. Atropatiyanın süquta uğraması Mannadan sonradır. Albaniya Mannadan sonradır. İskəndər Mannadan sonradır. Şimalda ilk dövlətimiz Albaniyadır, yenə Mannadan sonradır. Təbii ki, burada deməli daha əvvəl A cavabıdır. 96 sayılı sual Şirvanşahlar və Sacıoğullar dövlətlərinin Atabəylər dövlətindən fərqləndirir. Bu iki dövlətimiz Atabəylərdən fərqini istəyir. Böyük imperiyanın parçalanması nəticəsində yaranmaq hər üçünə aiddir. Orta əsrdə mövcud olmaq hər üçünə aiddir. Bütün Azərbaycanı birləşdirmək, Şirvanşahlar birləşdirmədiyinə görə doğru cavab olmur. Azərbaycanın şimalında yaranması, Sacıoğullar cənubda yaranıb, Şirvanşahlar şimalda yaranıb, bu da alınmır. Doğru olmur və qalır doğru cavab Y cavabı. Bəli, Babəkin başçılıq etdiyi üsyanın başa çatdığı əsrdə, yəni 9-cu əsrdə yaranmaları. Bəli, bilirik ki, Şirvanşahların Sacıoğlu 9-cu əsrdə yaranıb, Atabəylər 12-ci əsrdə yaranıb, ona görə də fərqdir.
Y cavabı. İki dövlətin Atabəylərdən. Açıq suallarımıza gəlirik. 97 saylı sual. Xronoloji ardıcılığı müəyyən edin. Biz burada Bizans imperiyasını götürməliyik. Çünki biz Səlcuqlu dövlətinin xəritəsində görürük ki, Böyük Səlcuq imperiyasının qərb qonşusu Bizansdır. Deməli artıq 11-ci əsrə qədər Bizans imperiyası var imiş. Birinci bunu götürməliyik. Sonra biz bilirik ki, Şirvanşahlar süqutu uğrayıb 16-cı əsrdə Teymurlər dövləti də adı Qaraqoyunlu mövzusunda keçir, Qara Yusifdə keçir. Qurucusu da Əmir Teymurdur. Deməli bu nədirsə 14-cü əsrin sonu, 15-ci əsrin əvvəlləridir. Yəni belə məntiqdən də istifadə etməliyik burada. Düzdür, bunların tam dəqiq yaranma vaxtı bilinməsə də biz mövzuları öyrəndiyimiz ardıcıllıqdakı o məntiqi düşüncəmizə əsasən hansı dövlətin təxminən hansı dövrdə yaranıb və süqut etdiyini də müəyyən edə bilərik. Ona görə burada 3, 1, 2 doğru cavab olur. Bunu da dedik, keçdik 98 saylı suala. Çətin sualdır bu da. Deməli, doğru fikirlərin verildiyi cümlələri seçin. Doğru fikirlər, doğrular olmalıdır ancaq. Baharlı dövləti ilə həmsərhəd olması Osmanlı ilə Misir Məmlük dövlətinin oxşar cəhdidirmi? Bəli. Bir, doğru cavablardan biridir. Bundan ötürü Qaraqoyunluq xəritəsinə də baxmanızı tövsiyə edirəm. 2. Oğuz türklərinin qurduğu dövlətlər olması Sacilərlə Eldənzilər dövlətinə aid oxşarlıqdırmı? Bilirsiniz ki, Eldənzilər dövləti Qıpçaq türkləri tərəfindən, yəni Eldəniz Qıpçaq olduğuna görə Qıpçaq türkü tərəfindən yaradılıb. Bu oxşarlıq olmur. Böyük imperiyaların süqutu nəticəsində yaranmaları Şirvanşahlarla Eldənzilərin aid oxşarlıq deyil, ola da bilməz. Çünki bilirsiniz ki, Şirvanşahlar Ərəb xilafəti imperiyası sayısa da, böyük imperiya sayısa da süqutu nəticəsində yaranmayıb. Şirvanşahlar zəifləməsi və parçalanması nəticəsində yaranıb. Ona görə də bu da oxşarlıq olmur. Bunu da çıxırıq. Azərbaycan torpaqlarına yürüş etmələri Səlcuq imperiyası ilə Roma dövlətinə aid oxşarlıqdırmı? Bəli, biri də budur. Bağdadı öz dövlətlərinin hakimiyyəti altına salmaları Qaraqoyunluların və Sacoğların oxşar cəhdidirmi? Xeyr. Qaraqoyunlular Bağdadı tabe etsələr də Sacoğların xəritəsinə baxsaz görərsiniz ki, Bağdad Sacoğların tərkibində olmayıb və Ərəb xilafətinin tərkibində olub. Ona görə bu yanlışdır. Burada 1-4 doğru cavab olur. Və 99 saylı suala gəldik. Oğuz türklərinin qurduğu dövlət tərəfindən Şirvanşahlar dövlətinin məğlubiyyətə uğradıldığı əsrdə baş vermiş digər hadisəni seçin. Yəni biz burada biraz sual şərti ağır görsənsə də əslində hadisələrə baxanda biz görürük ki, ya bu 12-ci əsrdən bağlıdır, ya da bu 15-ci əsrdən bağlı olan hadisədir. Bəli, 12-ci əsr Oğuz türklərin qurduğu dövlət. Düşünə bilərsiniz ki, Səlcuqları bəlkə nəzərdə tutur, amma Səlcuqlar bilirsiniz ki, 12-ci əsrdə yox, 11-ci əsrdə yaranıb, ona görə də onu nəzərdə tuta bilməz. Burada deməli qalır 15-ci əsr. 15-ci əsrdə Oğuz türklərin qurduğu dövlət hansıdır? Qaraqoyunlu. Düzdür, Qaraqoyunlu. Və deyir ki, Oğuz türklərin qurduğu dövlət tərəfindən Şirvanşahları məğlub. Bəli, Qaraqoyunlular da Şirvanşahları məğlubiyyətə uğradıb. Qara Yusif, bilirsiniz ki, Şeyx İbrahimi məğlubiyyətə uğradıb və deyir ki, bu hansı əsrdə baş verib? Bu 15-ci əsrdə baş verib. İndi deyir 15-ci əsrdə baş verən hadisələri seçin. Ona görə Naxçıvanı çıxırıq, ilk dəfə paytaxt olması. Atabəylər ümumiyyətlə çıxırıq, o cümlə yanlışdır zaten. Və qalır 3-4-5. 3. Teymurlərin Azərbaycana yürüşlərinin qarşısının alınması biri budur. Bəli, alınıb. Monqol əsilli Cəlalilərin Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparması biri də budur. 5 isə yanlışdır yenə. Niyə? Çünki burada yazır ki, Qara Yusif ermənilərin üç kilsə adlanan ərazidə məskunlaşmasına icazə verdi. Qara Yusif yox, bunu Cahanşah elədi. Cümlə yanlışdır. Ona görə də 3 və 4 doğru cavab. Nəhayət 100-cü sual, 100 saylı suala baxırıq. Deməli, Xürrəmlər hərəkatının yatırıldığı əsrdə. Xürrəmlər hərəkatı nə vaxt yatırılıb uşaqlar? 9-cu əsrdə. Deməli, bizdən 9-cu əsrdə Şirvanşahlara və Sacilərə aid olan xüsusiyyətləri istəyir. Şirvanşahlar Ağqonlara müttəfiq olması 15-ci əsrdə götürmək olmaz. Cənubda Sacilərlə həmsərhəd olub, düzdür. Arazdan şimaldakı bütün torpaqları əhatə etməyib, Kürdən şimaldakını əhatə edib. 9-cu əsrdə Sacilər dövləti Yusif Sacoğlu tərəfindən əsası qoyula bilməz. O, onun ən məşhur hökmdarı olub, yəni sonradan olub, hakimiyyətə gəlib. Paytaxtı Marağa şəhəri idi, bəli, ilk paytaxtı zaten Marağa olub. Daxili çəkmələr nəticəsində zəiflərə süqut etməsi də 10-cu əsrdə. Ona görə də 1B və 2B olur. Beləliklə, əziz şagirdlər, MC2-nin tarix suallarını birlikdə təhlil etdik. Unutmayın ki, hər bir səhv bir öyrənmə fürsətidir. Gələcək sınaqlarda daha yüksək nəticə əldə etmək üçün mütəmadi təkrar edin, diqqətli olun və hər imtahanı bir pillə kimi dəyərləndirin. Uğurlarınız daim olsun. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.